Şaxta həyat ritmimizə, eləcə də yollara təsir edə bilər, amma bugün Zuğulba iqamətgahında aparılacaq müzakirələrə əsla. Ələxüsusda nəzərə alsaq ki, qonaq qardaş ölkənin baş naziri. Pakistan və Azərbaycan arasındakı münasibətlərdəki istiliyə üçüncü tərəflərin, o cümlədən təbiətin müdaxilə imkanı yoxdur. Operatorlar kameraları yerbəyer etmək üçün zala daxil olmağa tələsir. Ancaq təhlükəsizlik qaydaları da dəyişməzdir. Texnologiyalar işimizi hər nə qədər sürətləndirsə də, əlyazmalar mövcudluğunu və dəyərini qoruyur. Prezident iqamətgahı növbəti ali qonağı qarşılamağa hazırlaşır. Liderlərin görüşlərinin qüsursuz işıqlandırılması üçün çəkiliş liderinin, rejissorun da son təlimatları vacib. Soyuq olsa geyinərsən. Bəzən kameraları da qalın geyindirməyə ehtiyac olur. Operatorlar isə kameraları kökləyir. Remenlərə baxın xüsusilə. Birinci cərgiyə aid. Ali qonağın gəlişinə çox qalmayıb. Fəxri Qaraoğlu özünü səliqəyə salır. Bu düz, say düzdür. Qarşılanmanın protokol qaydaları olduğu kimi çəkilişin də öz qaydaları var. Görək Azərbaycan televiziyasının səyyar stansiyasında vəziyyət necədir? Hazırıq mı? Xoş gördük. Salam, xoş gördük. Əlbəttə hazırıq, tam hazırıq. Kameralar meydanda qurulub, siqnal var, səs var. Siqnallar ASTV-nin mərkəzi aparat otağına ötürülüb. Hər şey qaydasında, biz tam hazırıq. Hər şey nəzərət alınır. Əlbəttə. Uğurlar. Sağ olun. Pakistan baş nazirini gətirən Mercedes markalı avtomobil. Liderlər ikitərəfli görüşü başa vurmamış, geniş tərkibli görüş üçün nəzərdə tutulmuş zal protokola uyğun olaraq hazır olmalıdır. Azərbaycan prezidentini geniş tərkibli görüşdə 8 hökumət üzvü müşahidə edəcək. Onların adları əslində görüşdə aparılacaq müzakirələrin istiqamətlərini müəyyən etməyə əsas verir. Enerji məsələləri, iqtisadi məsələlər, müdafiə sənayesi və digər istiqamətlər. Protokol xidməti hökumət üzvlərinin yerlərini müəyyən eləyir. Bir qədər sonra məhz bu zalda liderlərin, nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü baş tutacaq. Zal demək olar ki, görüş üçün hazırdır. Nümayəndə heyətinin üzvlərinin adları artıq masada yerləşdirilib. Protokol xidməti və texniki məsələlərə məsul şəxslər bütün texniki məsələləri həll edirlər. Əminəm ki, səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək. Biz beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik.
Bu gün çox geniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza, eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirə etdik. Kimin harda oturacağı iyerarxik prinsiplərlə müəyyən edilir. Hazırda geniş tərkibdə görüş davam eləyir. Bir qədər sonra liderlər bu zalda mətbuat üçün açıqlama ilə çıxış eləyəcəklər. Jurnalistlər yerlərini alıblar, operatorlar kameralarını sazlayırlar. Bir qədər sonra nümayəndə heyətinin üzvləri, ardınca isə liderlər zala təşrif buyuracaqlar. Ladies and gentlemen, Bugün biz iki tərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik. Ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğuladıq. Qardaş ölkənin lideri Bakının şaxtasını hiss etməyib. Ötən gecə bura eniş etdikdən bəri burada keçirdiyimiz hər andan zövq almışıq. Səfərimiz nəinki çox rahat, eyni zamanda çox məhsuldar və faydalıdır. Açıqlamalardan aydın olur ki, tərəflər müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıqda xüsusi olaraq israrlıdırlar. Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq və bir mənalı olaraq bu işi davam etdirəcəyik. Eyni zamanda biz müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Sizinlə tamamilə razıyam ki, Pakistan və Azərbaycan arasında strateji müdafiə sahəsində gözəl əlaqələrimizin daha yüksək səviyyəyə qaldırılmasının vaxtı çatıb. Bizim birgə müdafiə sahəsində istehsal potensialımız olmalıdır. Təhlükəsizlik xidməti istisnasız olaraq bütün detallara diqqət ayırır. Bakı, həmçinin liderlərin iştirakı ilə Azərbaycan-Pakistan biznes forumuna ev sahibliyi etdi. Hörmətli iştirakçılar, xahiş edirik, telefonlarınızı səssiz rejimə alasınız. Dear guests, we are starting in 2 minutes. the company has expressed a keen interest in the The highest level ministerial delegation. Ötən ilin yayında mənim Pakistana səfərim zamanı biz bəyan etdik ki, Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dollar həcmində sərmayə yatıracaqdır.
Bizim heyətlər bu istiqamətdə gərgin çalışıb və ötən ilin noyabrında mənim əziz qardaşım COP29 çərçivəsində Bakıya səfər edərkən biz bunu bir daha müzakirə etdik, konkret layihələr əldə etdik və onlar hal-hazırda nəzərimizdən keçirilir. Bugün təəssüf olsun ki, ticarətimiz 14 milyon dollara bərabərdir və bu qətiyyən bizim siyasi səviyyədə olan münasibətlərimizi əks etdirmir. Və bugün biz artıq bəyan edə bilərik ki, qısa bir zamanda 2 milyard dollar səviyyəsinə çatdıracaq sərmayələri. İki ölkənin münasibətlərinin səviyyəsini, o cümlədən Azərbaycana və onun liderinə qardaş ölkədəki münasibəti biz Prezident İlham Əliyevin İslamabada ötən ilin iyulunda gerçəkləşən dövlət səfəri zamanı da müşahidə etmişdik. Yeri gəlmişkən, Pakistan dünyada əhalisinin sayına görə 6-cı, sahəsinə görə 33-cü yerdədir. Xüsusilə hərbi sahədə dünyanın ən güclülərindəndir, nüvə silahına sahib olan yeganə İslam dövlətidir. 1947-ci ildə bölgənin Britaniya asıllığından qurtulmasından sonra burada iki dövlət yarandı, Hindistan və Pakistan. Buna baxmayaraq, uzun illər ərzində Pakistanda sabitliyi bərqərar etmək mümkün olmadı. Tez-tez hərbi çevirilişlər, müxtəlif toqquşmalar, vətəndaş müharibələri baş verdi. Və bu gün də ölkədə mütləq sabitliyin təmin olunduğunu söyləmək çətindir və küçələrdə tez-tez rast gəlinən silahlı polis əməkdaşları, hərbiçilər bunu nümayiş etdirir. Azərbaycanla münasibətlərə gəldikdə isə Pakistan dost, qardaş ölkədir. İslamabad bu mövqeyini bir çox istiqamətlərdə, ələlxüsus keçmiş Dağlıq Qarabağ münaqişəsinə münasibətdə prinsipial olaraq ifadə edib. Pakistan işğal faktına görə Ermənistanla heç bir diplomatik münasibət qurmayan iki ölkədən biridir. Rəsmi İslamabad Azərbaycanın ərazi bütövlüyünə ardıcıl dəstək nümayiş etdirib. Pakistanın keçmiş münaqişə ilə bağlı Azərbaycana dəstəyindən danışarkən bir faktı xüsusi vurğu ilə xatırlamalıyıq. 1993-cü ilin aprelində Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 822 saylı qətnamənin qəbul olunduğu toplantıya məhz Pakistan sədrlik etmişdi. Pakistan yarım əsrə qədərdir ki, Hindistanla dağlıq ərazilərdə mübarizə aparır. Məhz buna görə də bu ölkə bu cür relyefdə döyüşə bilən peşəkar xüsusi təyinatlı birliklərə sahibdir. Azərbaycan üçün Pakistanın bu təcrübəsi də əhəmiyyətli idi və təşkil olunan birgə hərbi təlimlər bu baxımdan təsadüfi deyildi.
44 günlük Vətən müharibəsində də Pakistan açıq mətinlə Azərbaycana dəstəyini ifadə etdi. Təsadüfi deyildi ki, Aqsa savaşımızın davam etdiyi həmin günlərdə ölkəmizin hər yerində Azərbaycan, Türkiyə və Pakistan bayraqları birgə dalğalanırdı. İkitərəfli əlaqələrin komponentlərinə gəldikdə isə hazırda enerji, nəqliyyat, hərbi texniki, müdafiə sənayesi, təhsil, turizm sahələrində dinamika diqqət çəkir. Bu, liderlərin bu həftə Bakıda verdiyi bəyanatlarda da əksini tapırdı. Bir sözlə, bugün düşünürəm ki, qardaşımla birgə çox mühüm, eyni zamanda çox realist hədəfləri müəyyən etdik. Bir ay ərzində bütün müzakirələr yekunlaşsın və aprelin əvvəlində sənədlər imza üçün hazırlansın. Həmin layihələr həm infrastrukturun inkişaf sahələrini, həm energetika, mədən işi və ola bilsin digər sahələri əhatə edir. Pakistan Baş naziri Şahbaz Şərifin Bakıda keçirdiyi görüşlər qardaş ölkənin Azərbaycanla əməkdaşlığı şaxələndirməkdə maraqlı olduğunu, o cümlədən ölkəmizdən sərmayə gözlədiyini təsdiq edir. İş adamları ilə müzakirələr bu baxımdan təsadüfi deyildi. Maybe in English. Sadəcə maraqlıdır Azərbaycan bunlarda öyrənir. Azərbaycanda. Nə vaxtdan Azərbaycandasınız? 20 il gedib var. 2020-ci ildən sonra? Bəli, 2023-dən. 23-dən buradasınız? Bəli. Bu qısa müddətdə öyrənmisiniz? Bəli, bu qısa müddət demək olar ki, qısa müddətdə. Gözləntiləriniz nədən ibarətdir? Bildiyiniz kimi biznes əlaqələrinin inkişafı haqqında ciddi danışıqlar aparırıq. Bizim xalçaçılıq sayəsində uzun müddətli əməkdaşlığımız var. Bu əməkdaşlıq həm Pakistan üçün, həm də Azərbaycan üçün çox mühümdür. Bildiyimiz kimi, Azərbaycan xalçaları dünyada məşhurdur. Biz əməkdaşlığı inkişaf etdirmək üçün əlimizdən gələni eləyirik. Düşünürəm ki, bu konferansdan sonra perspektivlərimiz daha da genişlənəcək, biznes əlaqələrimiz artacaq. Ağdam Sənaye Parkında Cənab Prezidentin də təməlini qoyduğu zavodumuz artıq hazırdır. Bakıda da bizim elə bir xalça zavodu var. O zavodun məhsulları ilə bağlı aramızda neçə illərdə əməkdaşlıq var. Bundan sonraki dövrdə də həmin xalçaların Pakistanda satışının təşkili, ora ixracının təşkili ilə bağlı aramızda əməkdaşlıq var. Azərbaycan və Pakistan arasında sərmayə imkanlarını, əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz? Mən əməkdaşlığın inkişafı üçün böyük potensial görürəm. Düşünürəm ki, iki ölkə uzun müddətli uğurlu əməkdaşlıq qura biləcək. Eyni zamanda xalqlar arasında da əlaqə var. Pakistan xalqı həqiqətən Azərbaycan xalqını çox sevir. Mən də eyni hissləri keçirirəm. Mən İzla Technologies şirkətinin baş direktoru və həm təsisçisiyəm. Məqsədimiz Pakistan və Azərbaycan arasında informasiya texnologiyaları, kimya sənayesi, əczaçılıq və kənd təsərrüfatı sahəsində əlaqələri inkişaf etdirməkdir. Biz bu sahələrdə Azərbaycan şirkətləri ilə işləmək istəyirik. Onların ehtiyaclarını öyrənmək istəyirik. Çünki bizdə resurslar və bu sahə üzrə biliklər var. Onlar bizlə əlaqə saxlaya bilərlər və biz onları istədikləri məhsul və xidmətlə təmin eləyə bilərik. Beləliklə, iki ölkə arasında siyasi dialoq özünü iqtisadi əməkdaşlıq əlaqələrində də göstərəcək. Müxtəlif sahələrdə potensial və qarşılıqlı maraq bu sahədə də yaxınlaşmanı təşviq eləyir.